Heç kim zəfərin əleyhinə zad deyil. Bu bizim şərəf ləyaqət səhifəmizdir. Bizim tariximizin ən şanlı səhifəsidir. Amma bunu bu cür istismar eləmək, bunu şouya çevirmək və kiməsə güya güc göstərmək, bunlar hamısı boş şeylərdir. Tamamilə boş şeylərdir. Bugün Azərbaycan insanının yüzlərlə qayğıları var. Ölkədə işsizlik durmadan artır. 1000 fırıldaq elədilər. Bir qrup, böyük bir qrup, 10 minlərlə taksi sürücüsünü çörəksiz qoydular. İndi mənə müraciət edirlər Bakı kəndlərindən ki, bir çox kəndlərdə, ərazilərdə güya hava limanına görə hansısa əmlakla davranış, əmlakla rəftar qaydalarına, yəni alqı-satqı və s. məhdudiyyət tətbiq edirlər. Bu nə deməkdir? Nə baş verir bu ölkədə? Həmin o zəfər qazanmış əskərlərə qarşı cinayət törədənlər hamısı cəzalandırılmaq əvəzinə mükafatlandırılır. Və könüllü işini gücünü buraxıb müharibəyə getmiş insan, hansı ki işini itiribdir, o adi bir müharibə iştirakçısı sənədini ala bilmir. O parad həmin insana nə verəcək? Bəs deyilmi yumruq sirkələmək? Dünyanın heç bir sivil ölkəsində, heç bir demokratik ölkəsində parad keçirilmir. Və yaxud Almanya ilə Yaponiya 2-ci Dünya müharibəsində məğlub olublar. Onlar parad keçirmirlər. Nə oldu? Batdılar. Bütün dünya meydan oxuyan öz iqtisadiyyatından, texnologiyasından, elminlə, inkişafından ölkələrdir. Amerika Birləşmiş Ştatları 2-ci Dünya müharibəsində 2 dəfədə döyüşübdür. Donald Trump, bilirsiniz, o da İlham Əliyevdir, o da Putindir, o da Erdoğandır. O Amerika standartı deyil. O bir adi parad keçirmişdi. Onu topa tutdular Amerikada. Siyasətçilər də, jurnalistlər də, hərbiçilər də hətta ki, bu nəyimizə lazımdır bizim? Buna niyə pul xərcləyirsiniz? Niyə şəhəri iflic vəziyyətə qoyursunuz? Azərbaycanda isə bir qrup insanı alışdırırlar ki, bu sənin şərəf ləyaqət məsələdir. Xeyr, Azərbaycan insanının şərəf ləyaqət məsələsi onun döyüşçüsünün, o torpaqları işğaldan azad edənlərin bugünkü durumudur. Azərbaycan insanının şərəf ləyaqəti onun güzaranıdır. Azərbaycan insanının şərəf ləyaqəti işğaldan azad olunmuş torpaqlara onun qanuni sakinlərinin qaytarılmasıdır. Varmı bunlar? Varsa deyin biz də bilək. Mənim bildiyim qədər yoxdur.